Salam, 8 mart 2026-cı ildə oxul kurslarında keçirilən buraxılış imtahanı 5. Onun siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız. Düz xətt üzərində A, B, C, D, E, F, K nöqtələri verilib alınmış parçaların sayı. Nöqtələr neçələrdir? 1, 2, 3, 4, 5, 6, 7. 7 nöqtəmiz var. Parçaların sayı düsturu belə idi. N vurulsun N-1 bölü 2. Yəni 7 vurulsun 6-ya bölünsün 2-yə. Bu da 21 olur. B variantı. Sonra funksiyanın təyin olunmasını soruşur. Biz bilirik ki, təyin olunması arqumentin, yəni x-in ala biləcəyi qiymətlərdir. Kök 6 ifadə olduğu üçün biz bunu normalda 0-dan böyük bərabər götürürük. Sadəcə məxrəcdə olduğu üçün məxrəc 0 ola bilməz. Bunu 4 çıxılsın x, 4 üstə gəl x müxtəsər vurma düsturu ilə yazsaq, intervallarla kökləri -4 və 4-dür. 4-dən böyük bir sınaq nöqtəsi 5 götürsək mənfi alınar. -4 ilə 4 arasında 0 götürüb x-ların yerinə yazsaq müsbət qiymət alınar. Növbəti mənfi. Müsbət hissə bizə lazımdır. Cavab -4, 4 aralığı. D variantı. A variantı da ola bilərdi. Amma məxrəcdə olduğu üçün -4, 4 ala bilməz. Ədədin standart şəkildə yazılması. 5 dənə 0 olduğu üçün biz bunu 52 vurulsun 10 üstü 5 şəklində göstəririk. Sadəcə standart şəkildə yazılması üçün qarşıda yazılan A ədədi 1 ilə 10 arasında qiymətlər alınmalıdır. Bu qiymətli hissədir. Onda biz bunu 5,2 vurulsun 10 üstü 6 şəklində yaza bilərik. B variantı. ABC üçbucağında ABC, BD tən böləndir. Tən bölən bucağı yarı bölür. AB 12-dir, BC 16-dır, AD 9-dur. Bizdən DC-ni soruşur. Tən bölən xassəsinə görə bilirik ki, 12-nin 9-a nisbəti, 16-nın x-a nisbətidir. Buradan x bərabər çarpaz 9-u vururuq 16-ya, bölürük 12-yə. 3-ə ixtisar geçsə 3 qalar. Burada 4. Bu da olar 12 doğru cavab. D variantı. AB 2 rəqəmli ədəddir. Açılışı 10A üstə gəl B-dir. Bərabər 3A üstə gəl 5B. A-ları bir tərəfə aparsaq 7A, B-ləri bir tərəfə yığsaq 4B. Söhbət rəqəmlərdən gedir. Burada A və B rəqəmlər olduğu üçün bu şərti ödəyən rəqəmlər yalnız A 4, B 7 olanda mümkündür. Bunların da cəmi bizə 11 verir. Düzgün 12 bucaqlının bir daxili bucağı. Bir daxili bucaq tapılır 180 vur n-2 böl n-lər. Yəni n-in yerinə 12 yazsa vur 10 bölünsün 12. Bu da 150 dərəcə olur. Tərəfləri 6, 8, 10 olan üçbucağın sahəsini tap. Əvvəla biz bilirik ki, tərəfləri 6, 8, 10 olan üçbucaq düzbucaqlı üçbucaqdır. Katetlər 6, 8-dir, hipotenuz 10-dur. Və bunun da sahəsi 6 vur 8 böl 2 ilə tapılır. Cavab 24 cm kvadrat. Başqa bir yolla da gedə bilərik. Daha vaxt getməsin deyə onu demədim. 6, 8, tutaq ki, böyük tərəf 10-dur. Bura çəkilən hündürlük h olsa, bura biz x, bura 10 minus x deyib, həm soldakı, həm sağdakı üçbucaq üçün h-ın tapılmağına Pifagor teoremi tətbiq edib h-ı tapırıq, yerinə yazıb, sonra h-ı tapırıq, sonra üçbucağın 2-də 1 h düsturu ilə yola çıxırıq. Bu da ola bilər. ABC üçbucağında MN AC-yə paraleldir. MB 5, AM 9-dur. AC 28 olarsa MN-i soruşur. Burada gördüyümüz kiçik üçbucaqla böyük üçbucaq oxşardır. Onda qaydamız belə olacaq. 5-in bütövə nisbəti 14-ə bərabər x-in 28-ə nisbəti. Buradan x 10 tapılır. Növbəti. Verilən A plus B-nin kvadratı düsturunun açılışına baxaq. A kvadrat üstə gəl B kvadrat üstə gəl 2AB düsturudur. A plus B 12 olduğu üçün kvadratı 144-dür. A kvadrat plus B kvadratı bizə 84 verib. Üstə gəl 2AB. 144-dən 84 çıxanda 60 bərabər 2AB. AB də buradan tapılır 30. 40-cı sual. 2 bölü 0,1 bölə 20 bölünsün 1 deməkdir. 0,6 bölü 0,3 60 bölü 3 deməkdir. Yəni surət və məxrəci 10-a vururam. İkinci kəsirdə surət və məxrəci 100-ə vururam. Çünki 100-də 1 var burada. Üçüncü kəsirin surət və məxrəcində 100-ə vururam. Olacaq 240 bölünsün 24. 20 üstə gəl 20 çıxılsın 10. Cavab 30. Düzələdik də. Növbəti. Bərabərdir bu ifadə. 3-ü kökün altına salsaq bu kök altda 45-dir. 7 də kök altında 49-dur.
49 45-dən böyük olduğu üçün moduldan özü kimi çıxır. Üstəgəl 3 kök altı 9 deməkdir. Buradakı 3'ü kökün altına salanda yenə də kök altı 45'dir. Kök altı 9 kök altı 45'dən kiçik olduğu üçün moduldan çıxanda əksi çıxacaq buradan. Yəni 3 kök altı 5 çıxılsın 3. Bunlar islah olur, qalır 4. O x, y müstəvisinə nəzərən bu nöqtəyə simmetrik olan nöqtə. Hansı müstəviyə nəzərən simmetriklik deyirsə, birinci yer yazılan x-i, ikinci yer yazılan y-i, üçüncü yer yazılan aplikatı göstərir. Onda x, y yerində qalır. Üçüncüsü işarəsini dəyişir. 2, -5, -7b variantı. Əmtənin qiyməti əvvəlcə 20% artdı. Standart faizimiz 100%dir. Qəbul eləyək. 20% artdısa bu oldu 120%. Sonra yeni qiymət 10% azaldı. 10% azalma nə deməkdir? Yəni biz 120-nin 10%-ni tapırıq. Olur 12. 120-dən çıxırıq 12-ni. Bu da olur deməli 8. 108%. Əmtənin əvvəlki qiyməti neçə faiz dəyişdi? Əvvəl 100% idi. Oldu 108%. 8% bahalaşdı. Növbəti, verilən ifadənin hər tərəfin kvadrata yüksəldək. Alınar birincinin kvadratı, üstəgəl ikincinin kvadratı, üstəgəl 2AB düsturu idi. Yəni, hasillərinin 2 misli, bərabər 16. Burada A'lar ixtisar gedir. Alınır A kvadrat, üstəgəl 1 bölü A kvadrat, bərabər müsbət 2-ni sağa keçirəndə alınar 14. Doğru cavabımız 14. Mərkəzi O nöqtəsində olan çevrədə ABC bucağı 130 dərəcədir. AOC-ni soruşur bu x-i. ABC bucağı daxilə çəkilmiş bucaq olduğu üçün o da söykəndiyi, bax bu qövsün yarısına bərabərdir. Demək ki, biz nə edirik? 130 vururuq 2-yə, tapırıq 260 dərəcə. Yəni bu qövs 260 dərəcəli qövsüymüş. Geriyə qalan buradan buraya qədər olan qövsü isə ümumi 360-dan biz 260-a çıxırıq. Qalır 100 dərəcə. AOC bucağın bizdən soruşduğu üçün AOC bucağın mərkəzi bucaqdır. Elə söykəndiyi qövsə bərabərdir. Yəni cavabımız 100 dərəcə. Tənliyin sonsuz sayda həlli varsa A və B parametrlərin cəmini tapın. Ümumiyyətlə AX bərabərdir 5 şəklində olan bir məchul xətti tənliyin sonsuz sayda həlli o vaxt olurdu ki, A-sı da 0, B-si də 0 olsun. Yəni AB çıxılsın 8-i də 0-a bərabər edirik. A çıxılsın 5-i də 0-a bərabər edirik. Buradan A alınır 5. Yuxarıda ifadədə yerinə yazsaq 5B çıxılsın 8 bərabərdir 0. B bərabər 8 bölü 5. Yəni 1,6. A və B parametrlərinin cəmini soruşur. Cavabımız 6,6. Tənliyin kökləri hasili köklər cəminin ikimisinə bərabərdir. Tənliyin köklər hasili x1 vur x2. 4B çıxılsın 6-dır. Köklər cəmi isə -B-yə bərabərdir. Köklər hasili, yəni 4B çıxılsın 6, kökləri cəminin 2 misinə bərabərdir. Yəni bərabərdir 2 vurulsun köklər cəmi, -B. Burada -2B yaranır. Onu sağa atsaq, olar 4B üstə 2B. -6-nı sağa atsaq, olar müsbət 6. B-ni buradan 1 tapırıq. Cavab elə 1. Tənliklər sistemindən x kvadrat plus y kvadratı bizdən soruşur. Birinci verilən tənlikdən x-i mötərizə xaricdən çıxarsaq alınar x plus y bərabər 0 və x plus y-in qiymətini bizə 1 verib, x-i tapırıq 0. İkinci tənlikdə y 0 üstəgəl y bərabərdir 1, y-i də 1 tapmış oluruq. Bizdən x kvadrat üstəgəl y kvadratı soruşur, cavabımız 1. Sonra bu ifadə bərabərdir. Kvadratla kök gedib ifadənin modulu çıxır. Kvadratla kök gedir, ifadənin modulu çıxır. X 3 ilə 7 arasında yerləşdiyi üçün bu 3-dən böyük ifadədir. Onda birinci ifadəmiz müsbətdir deyə moduldan özü kimi çıxır. İkinci ifadəmiz isə mənfi olacaq. Çünki x 7-dən kiçikdir. Moduldan əksi çıxacaq. X-lar islah olsa cavabımız 4. Perimetri 24 olan paraleloqramın xarici oblastında tərəflər olsun AB. Xarici oblastında olmaqla onun hər tərəfi üzərində bir romb qurulub. Bu rombların perimetrləri cəmini tap. Paraleloqramın perimetri tapılır. 2 vurulsun A plus B ilə. Buradan A üstəgəl B bərabərdir 12 alınır. Hər tərəf üzərində romb quraq. Misal üçün, bax bu tərəf üzərində biz romb qursaq, belə bir romb alınır. A, B. Növbəti tərəf üzərində romb qursaq budur.
Bu tərəf üzərində romb bu olsun. Digər tərəf üzərində də romb bu olsun. Yuxarıda gördüyümüz rombun perimetri 4B, aşağıdakı 4B, sağdakı 4A, soldakı da 4A-ya bərabərdir. Bax, bunları biz toplasaq, perimetrlər cəmini soruşur da. Onlar 8A üstəgəl 8B. 8-i mötərizə xaricinə çıxarsaq qalar A plus B. A plus B də bizdə 12-dir. Cavab 96. 50 neçə olur? 50-ci sual. 51. M çoxluğu 7-dən 12-yə qədər olan natural ədədlər çoxluğudur deyir. O 8-dir, 9-dur, 10-dur, 11-dir. N isə 8-dən 16-ya qədər olan natural həllər çoxluğudur bərabərsizliyin. 9, 10, 11, 12, 13, 14, 15 və bu çoxluqların elementlərini Venn diaqramında təsvir et. Ortaqlar birinci yazılır. 9, 10, 11 ortaq olduğu üçün yerləşdiririk bura. 8 yalnız M-ə qalır. 12-dən 15-ə qədər isə yalnız N-ə aid olan elementlərdir. Həndəsi silsilədə B2-ni və B4-ü verib. Biz bilirik ki, B4 özü B2 vurulsun Q-nün kvadratıdır. Onda 32 bərabərdir 8 vurulsun Q-nün kvadratı. Buradan Q kvadratı biz 4 tapırıq. B6-nı soruşur. B6 isə B4 vurulsun Q-nün kvadratı kimi yazıla bilər. B4-ümüz 32-dir. Q kvadratı da 4 tapdıq. 4 2-nin 8, 4 3-ün 12. Növbəti bərabərsizliyimizə baxaq. Verilən bərabərsizlik diqqətli olsaq 6 çıxılsın 2x-in ümumi kvadratıdır. Çünki 6-nın kvadratı 36-dır. Hasilinin 2 misli 24x-dir. Üstə gəl 2x-in kvadratı 4x kvadrat. Kvadratla kök gedir, qalır modulda bu ifadə. Modul bərabərsinin həlli 1 dəfə 6 minus 2x kiçik bərabər 1. 1 dəfə 6 minus 2x böyük bərabər mənfi 1. Birinci bərabərsi həll eləsək, alınar mənfi 2x kiçik bərabərdir. 1-dən 6 çıxanda mənfi 5. İkinci bərabərsizlikdə isə mənfi 1-dən 6 çıxanda mənfi 7. Olur x böyük bərabərdir. İşarə dəyişir birincidə. Olur 2 tam 10-da 5. İkincidə də işarə dəyişir. Bir dəqiqə mən burada işarə səhv eləmişəm. Böyük bərabər olmalıydı burada. İndi burada kiçik bərabər olacaq. 3 tam 10-da 5. Burada doxun çəkirik. 2 tam 10-da 5 və 3 tam 10-da 5. 2 tam 10-da 5-dən böyüklər. 3 tam 10-da 5-dən kiçiklər bu bərabərsinin həllidir. Cavab 2 tam 10-da 5 və 3 tam 10-da 5 aralığı. Ata, uşaqlar, uşaq 1, uşaq 2. Atanın yaşı 33-dür, uşaqlarının isə 8 və 9-dur. Neçə ildən sonra atanın yaşı uşaqların yaşlarının cəminə bərabər olur? Neçə ildən sonra? X ildən sonra. X ildən sonra atanın yaşı olacaq 33 üstəgəl X. Uşağın birincisinin yaşı 8 üstə X, ikincisinin yaşı 9 üstə X-dir. Və deyir, neçə ildən sonra atanın yaşı, yəni 33 üstə X, uşaqlarının yaşları cəminə bərabər olacaq. Yəni 8 üstə X üstə 9 üstə X. 8 üstə 9 17, 33-dən çıxıram 17-ni. Yəni ədədləri bir tərəfə atıram. 2x sağda var idi, bu x-də o tərəfə atıram. Alınır x bərabərdir 16. ABC üç bucağında bucaq C 90 dərəcə görürük. AB-ni verib 15, AC-ni verib 12. Üç bucağın daxilinə çəkilən çevrənin radiusunu soruşur. Daxilə çəkilən çevrənin radiusu katetlər cəmi çıxılsın hipotenuz bölü 2-dir. Bizdə çatışmayan növbəti katetdir. Pifagorla biz buna bir dənə tutaq ki, B desək, bilirik ki, B-nin kvadratı bərabər 15-in kvadratı çıxılsın 12-nin kvadratı. Buradan B 9 tapılır. Gətirib məlum düsturda yerinə yazırıq. 12 üstə gəl 9 çıxılsın 15 böl 2. Bu da bizə verir 3. 12 üstə 9 21. 15 çıxanda 6. 6-nı 2-yə böləndə 3. Bu qədər. Sağ olun.